şirkət açılıb, xəbəriniz yoxdur? Təzə şirkət. Ofa Socks. Ofa corabları. Xeyirli olsun. Xeyirli. Ofa corabları. Ofa corabları. Ailəmi? Əvvəl var idi Mariana corabları. İndi mənim dövrüm başlayıb İndi da. sizin... Mən həmişə Ofeli xanıma dedim ki, bir dənə corab açsaq. Bəlkə bir şərik başlayaq. Elə bir eşidib eləyiblər. Aynı Şəbə xanım, xeyirli olsun. Ola bilər. Şərik gedə bilərik. Şəbə xanımla. Xeyirli uğurlu. Reklamımız da reklam gəldi. Nə gözəl. Oturduğum yerdə görürsünüz də gözəl olur hər şey. Hətta dedi ki, o açılışa, şirkətin açılışına Nüşabə xanımı öpürəm burada. Nə çağırsın? Dedi, Ofeliyanı çağıracağım, amma dedi bir... Sex oları, ay şərtlə İsa. ki, bütün paltar başlayağa corablar olmalı. Vallahi razıyam. Elə gözəl gələcək. Aman Nüşabə özü tikdirəcək o paltarı. Nüşabə Özü qorxan bahalı. qadın deyil. Bahalı tikdirsin. Bahalı corab da, corabı nə qədər bahalı Niyə ki, olacaq? qəşəng materialdan? Maraqlıdır, mənə də maraqlı gəldi. Ofa Socks. Görək indi bu şirkət nə vaxt açılacaq, özü də deyib Türkiyədə fəaliyyətə başlayacaq. İnşallah xeyirli olsun, uğurlu olsun, bərəkətli olsun. Elə oradan alarsınız, giyinərsiniz. Deyirəm, Əminəm ki- Ceyhun bəyin kefidir. İsa, Corablara İsa. da pul verməyəcək. Əminəm ki, o corabın üstündəki kart olur ya, belə yəni corabı ayırmaq üçün. Onun üstündəki Ofa Socks'u görən hər bir kəs Azərbaycanlı mütləq üzündə bir təbəssüm yaranacaq ki, bu maraqlı. Ola da şəklim də olsun orada. Ora bir dənə Ona da ürək razısınız. qoyalım. Yəni simanızdan istifadə edib. Göz vuran şəklimi qoyacağım belə. Yaraşır mənə belə. Əla. Məncə bu artıq bu olan qalmaqalın bir... Məncə Ofeliya Şabanovanın Nüşabə xanımın etdiyi açıqlamadan sonra verdiyi cavab, mən elə bilirəm ki, bu buzlar var idi ya, indi tamaşaçılar da hiss eləyir də bu qalmaqalı. Məncə o buzları elə əritdi ki, elə bu cavab Nüşabə xanımın da üzündə bir təbəssüm yaradacaq. Mən belə hesab edirəm, çünki Nüşabə xanımı da tanıyıram, Onlara gülmək yaraşır. meydangerliyini də bilirəm, qorxmazlığını da bilirəm, cəsarətli olmağını da bilirəm. Məncə Nüşabə xanım bu cavabdan sonra o buzlar artıq əriməlidir. Gəlsin gözlə...